Sevda. Ha Leyla. Uşaqların işi ne olacak? Bilmirəm. Heç nə bilmirəm. İlkin bütün günü deli gibi gezir ora bura. O elə bilir ki, Vəfa ondan ayrılmak istəyir. Hə? Vəfa ilkindən ayrılmaq istəyir. Niyə? Mən də fikirləşirəm ki, ilkin düz başa düşməyib. Necə ola bilər ayrılmaq istəyir? Heç bilmirəm bu yaxşıdır yoxsa pis. Hə. Yəni onların ayrılmaqları yaxşıdır yoxsa ayrılmamaqları. Bir şey olar. Biz ayrıldıq ki, onlar xoşbəxt olsunlar. Buna da belə hərəkət ediyorlar. Nişan oldu, sabahısı ayrılırlar. Bu uşaq oyunu deyil axı. Vəfa da özündə deyil. Söz deyirsən cavab vermir. Heç bilmirəm necə olacaq bu iş. Deyirəm bəlkə aralarında nəsə olub. Ona görə belə eləyirlər. Mən İlkinlə danışaram, görüm nə məsələdir bu. İlkin sənə heç bir şey deməyəcək. Niyə? Çünki özün deyirsən axı. O da səbəbini bilmir. O da nədir də, nədir məsələ? Cavanları başa düşmək olmur. Bir gün belə fikirləşirlər, bir gün başqa cür fikirləşirlər. Bir gün birini sevirlər, sabah başqasını sevirlər. Hə, hakim. Bizim vaxtın sevgilərindən indi qalmayıb. Qalmayıb. Sevda. Sevda. Nigar. Nigar. Sevda. Nigar ne olup Sevda? Anar. Sevda değilsen. Yıkılıp başı partlayıp. Nigar. Nigar.
Təcil yardıma zəng Nigar elə. sakit ol Nigar. Anar. Nigar sakitleş. Tez təcil yardıma zəng elə anar. Nigar sakit ol. Nigar sakit ol. Özüne gel. Anar. Nigar sakitleş. Nigar. Sevdə yıxılıb başı partlayıb. Nigar sakitleş. Nigar bir dakika sakit ol. Nigar sakit ol diyorum sana. Nigar sakit. Sakin. Nigar. Nigar sakin. Sakin ol. Sakin ol ben buradayım. Sakin ol. Sakin. Ben buradayım Nigar. Sakin ol. Yaxşı sakin. Sevdə qan itirir anar. Nigar Tez təcil yardıma zəng elə Heç anar. ana zəng eləmək lazım deyil. Nigar sakin ol. Nigar hayır. Nigar mənə bak. Nigar. Tamam mı? Bak gören ne Nigar sakin ol. Sen sakin ol. Anar tez ol qan itirir anar. Təcil yardıma zəng elə anar. Anar ne oldu? Anar. Nigar Sevda ölüp. Nigar Sevda ölüp. Nigar sakin. Nigar. Nigar Murat tanıştıracak. Murat tanıştıracak. Çok korkacak. Nigar sakin ol. Nigar yaxşı. Nigar xahiş ederim. Sakitleş ben de fikirleşmeliyim. Nigar ben de fikirleşmeliyim. Sakin ol. Nigar sakin ol. Nigar sakit. Bana bak. Nigar. Bak danışıyorum burada ne olur. Ne baş verip, nece baş verip, ne olur burada Nigar. Nigar danış bana görüm ne olur burada. Bilmirəm, mən heç nə bilmirəm. Yaxşı. Nigar. Gelmişti bize, danıştı. Sakin. Danıştı. Dedi toy olacak, benim toyuna davet elədi ana. Sonra çıktı. Sonra da ben çıktım dalayacaklar Sevda. Ana ne olur. Ne olur hekime zəng elə də belki nəsə eləyə bilər. Ben heç nə eləyə Nigar hiç bilmirəm. ara sen gelemek lazım değil. Nigar. Ne olur. Başa düşüyorum seni. Hekime zəng elə qurban ol. Nigar hiç ara sen gelemek lazım değil. Nigar bana bak görebilirim Nigar. Hiç ara sen gelemek lazım değil. Nigar biraz sakitleş. Başa düşürüm seni Nigar. Ama biraz sakitleş. Xahiş ederim senden. Mənə əvvəldən axıra kimi bax, dəqiqliyinə yadıma sal, danış ki, görüm nə olur. Bax, evdə kameralar var. Kamera görüntülərinə baxaq görək nə olur burada. Kameralara baxmaq lazımdır, Nigar. Baxaq görək nə olur burada. Anar kameralar işləmir. Kameralar işləmir, o vaxtdan düzəltdirməmişəm onları. Sibel. Nigar bu qətl hadisəsi ola bilər, Nigar. Qətl hadisəsi ola bilər. Yaxşı, qalx. Baxma, ora baxma. Sevdaya baxma. Sevdaya baxma, mənə bax. Nigar, ora baxma. Mənə bax. Xahiş edirəm səndən, ora baxma. Ancaq mənə bax. Bax, mənə bax. Xahiş edirəm səndən. Xahiş edirəm, ancaq mənə bax. Anar təcil yardım çağıraq nə olur. Nigar. Təcil yardım çağıraq nə olur. Heç eləmək lazım deyil Nigar. Nə təcili yardım, nə polis. Bax mənə qulaq as. Nigar, bura təcili yardım gəlsə, polis gəlsə, birinci səndən şübhələnəcəklər Nigar. Nigar. Məndən niyə Anar? Mən heç nə eləməmişəm axı. Məndən niyə? Nigar sakitləş. Nigar bilirəm ki səndə bir şey yoxdur. Nigar bunu mən bilirəm. Bax kameralarda işləmir. Biz heç nəyi sübut eləyə bilməyəcəyik Nigar. Hadisə sənin həyatında baş verib. Yox Anar, yox. Mənim günahım yoxdur. Mən gedirəm zəngin. Nigar heç ara getməyəcəksən, otur burada. Nigar mən bilirəm ki sən günahsızsan.
Ama yine de deyirəm. Birinci şüpheli sensən. Mən imkan verə bilmərəm, Nigar səni həbs eləsinlər. İmkan verə bilmərəm. Nigar. Nigar, gör nə deyirəm. Başa düşürəm. Başa düşürəm nə deməkdir. Ama sevdan varsa gizletmeliyik. Nigar, sevdan varsa gizletmeliyik, onu bırakmalıyım olmaz. Nigar, hayır şeyler bana kulak asın. Yok. Bak, Nigar, hiç kime sübut edebilmeyeceği ki buradan ancak ikimiz olmuşuz. Yok ana. Nigar, Yok polise zəng elə ne Nigar. olur. Koy gelip araştırsınlar ana. Nigar, mən imkan verə bilmərəm, bir səni həbs eləsinlər. Ana benim günahım yok da. Nigar, Benim günahım yok da. Nigar, bilirəm sənin günahın yoxdur. Nigar, bunu mən bilirəm. Mən bilirəm ki, sən günahsızsan. Nigar, Murada fikirləş. Polise zəng elə ana. Nigar, Murada fikirləş, heç yana zəng eləməyəcəyik. Çətindir, başa düşürəm, amma qərar verməliyik. Nigar, gəl gedəyim. Gəl gedəyim. Mən bir şey fikirləşəcəm. Fikirləşib nəsə eləyəcəm, amma imkan bilməyəcəm ki, sən həbs eləsinlər. Gəl, gəl, Nigar, gəl gedəyim. Xahiş edirəm, gəl. Gəl, Nigar, gəl. Gəl. Gəl əzəm, gəl. Anar. 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 Belki ölmeyeyim anar. Belki ölmeyeyim. Sevda ölüm. Gel. Bakma. Bakma. Sevda'ya bak. Ben tamam. Gel. Geç. Geç. Gel. Gel. Şimdi gel Ramza, otur burada gel. Nigar, suyu iç, sakin. Nigar, Nigar, bana bak. Nigar, bu suyu iç, əzizim, iç suyu. Derman almışam, suyu iç, sakinleş. İç. İç əzizim, iç. İç, sakinleş, iç. İç, bir korkma, iç. İç. İç Nigar. Ata. Sen ne işin var burada? Neyləmsən anama? Sənə demədən bura gəlmə. Yenə incitmişsən anamı. Murat, sakitləş oğlum. Murat, heç eləməmişəm ananı. Anan özünü yaxşı hiss eləmirdi. Ona görə buradayam. Oğlum, mənə bax. Qətiyyən qorxma. Yaxşı qorxu heç nə yoxdur. Yenə deyirəm, yaxşı hiss eləmirdi. Ona görə buradayam. Nə lazımsa özüm həll eləyəcəm. Lazım olsa həkim çağıracam. Lazım olsa özümü həkimə aparıb müayinə etdirəcəm. Yaxşı qorxma. Çəkil, çəkil. Ana, nə olub? Yaxşısan? Hə, ana? Nə olub ana? Dinlən də. Yaxşıyam oğlum. Heç nə olmur. Atan düz deyir. Sən qalx otağına, dərslərinlə məşğul ol, yaxşı. Qalx. Yox, ana. Mən də səninlə gələcəm həkimə. Oğlum, ataya qulaq as. Bax, mən buradayım, yaxşı? Narahat olma, qorxma. Sən qalx otağına oğlum. Hər şey yaxşı olacaq. Mən həll eləyəcəm hər şeyi. Narahat olma balam, yaxşı? Atana qulaq as, yaxşı. Qalx. Qalx. Gel oğlum, kalk otağına, gel oğlum, gel. Gel. Gel otağına, gel, korkma, ben buradayım, yaxşı?
Nigar, mən yanındayım əzizim. İnan mənə, yaxşı. Nigar, inan mənə. Qorxma. Nigar, bax səndən xahiş edirəm. Nigar, mənə bax. Nigar, sakit ol, sakit. Bax, sakit otur burada, mən gedib hər şeyi həll edəcəm, yaxşı. Belki ölmeyip bana. Belki ölmeyip bana. Belki ölmeyip. Otur burada, gel. Otur. Ay Allah, ne olur. Ne olur bir mucizeyle ay Allah. Bir mucizeyle ay Allah. Gedim böyle bir kulak tapım. Meyit burada kalabilmez. Anar, sən yenə də gəlmisən bura, ay adam. Nə istəyirsən? Sənə mən demədim ki, qızdan əl çək, hə? Demədim sənə qızdan əl çək ver, imkan ver, həyatın qursun. Nə istəyirsən sən? İmkan ver. Leyla, sakitləş. Elə deyil, Leyla, sakit ol. Hə, nədir? Muradı görməyə gəlmiş. Hə, indi Muradı bəhanə elə, ay insan. Uşağı bəhanə eləyib qızın başına həngamə çıxartma, əl çək. Sən həyatını qurmusan, imkan ver, o da həyatın qursun. Nə istəyirsən sən? Leyla, sakitləş, hər şey yaxşıdır deyirəm sənə. Vallahi elə deyil, sakitləş. Deyil, Nigar da gəldi. İnanmırdım mənə. Nigar, yaxşısan? Nigar, Leyla ilə birlikdə səni incitməyə gəlmişəm. Deyirəm ki, yox, Muradla danışmağa gəlmişəm. Aramızda bir anlaşılmazlıq var idi. Biz danışdıq, barışdıq və salam. Hə, Nigar? Nigar. Leyla, narahat olma, hər şey yaxşıdır. Əşi, sizdən də baş aça bilmirəm mən. Sevda gəlmişdi bura. Gəlmişdi, soruşuram, bura gəlmişdi.
Mənə zəng eləyəndə demişdi ki, Anargildəyəm, oradan da çıxıb Nigargilə gedəcəm. Gəlmişdi bura. Leyla. Sevda. Sevda. Yox, yox Leyla, gəlməyək bırax Sevda, yox. Maraqlıdır. Hara gedər bu qız? Yəqin nəsə işi çıxıb da, ola bilsin. Dayan bir mən zəng eləyim ona. Leyla, nəyə zəng edirsən? Nəyə ehtiyac var ki? İnsan da yəqin bir işe çıxıb, gələr də narahat olma. Niyə narahat olursan ki? Sevdadır da, həmişə gəlmir, gələr. Narahat olma. İndi yəqin, yenə deyirəm, nəsə yəqin ki bir işe çıxıb. Yox, narahat qaldım ona görə. Narahat olma, gələr. Nigar, sənə soyuq olacaq, hava soyuqda, əynin də nazikdir. Sən keç içəri əzizim. Mən Leyla ilə bir-iki söhbətim var, bir məsələ var, onu danışmalıyım. Yaxşı, sən keç içəri, keç. Keç içəri əzizim, hava soyuqda, keç içəri. Keç, narahat olma, keç. Keç soyuqda hava. Nigar. Dəqiq yaxşısan? Yaxşıdır, özün görmədin. Nigarı tanıyırsan da nəsə olsaydı deyərdim. Get. Get Nigar, get içəri, get. Hə. Nə söhbətin var? Anar. Ha? Sənin məndən nə söhbətin var? Ha, heç nə. Ha, Leyla, bayaq dedim axı. Muradla barışdım. Leyla, düzü Nigarla da barışmaq istəyirəm. Yəni, açığı Muradla barışmağım, yəni barışmaq demək olarsa ona... Heç mən də inanmağım gəlmədi ki, siz Muradla barışasınız. Yaxşı, əsəbləşmə, sakitləş. Leyla, yəni deməyim nə idi? Yanında da sənə demişdim, Nigarla məni barışdır. Yenə deyir, mən Nigarla barışdır. Yaxşı da Leyla, yaxşı, başa düşdüm, yaxşı, sakitləş. Yaxşı, narahat ol, əsəbləşmə. Nigarla səni mən barışdırası deyiləm. Eşidirsən? Özündə unut bu söhbəti. Əl çək Nigardan. Yaxşı. Yaxşı onda, sən ged evə, narahat olma. Mən də elə gedim, Nigarla sağollaşım, işlərim var, getməliyəm. Qızı incitmə. Narahat ol. Yaxşı. Oldu əzizim, görüşərik. Gecən xeyir. Gecən xeyir, görüşərik. Bir zəng edim, görüm bu qız hardadır. Niyə cavab vermir? Neyse, becerisən çatmırdı indi.
100% Nigarın yanındadır. Əl çəkmir də ondan, əl çəkmir. Zibil. Nə olub? Yenə səsin götürüb aləmi hirsindən bilmirsən nə edəsən. Nə olacaq? Yenə yoxdur ortalıqda. Kim, anar? Əlbəttə anar. Bayaq evdən çıxandı. Zənglərimi açmır. 100% Nigarın yanındadır. Bu Nigar da ərə getmir ki, canımız qutarsın ondan. Zəhləm gedir ondan, zəhləm gedir. Bir dəqiqə dayan. Mənə elə gəlir ki, bu dəfə Nigar ciddidir. Hə. Biraz səbirli ol. Hər şey düzələcək. Mən belə başa düşürəm. Mən belə hiss eləyirəm. Düzəlmir, düzəlmir. Elə deyirsən düzələcək, heç də düzəlmir. Ürəyim partlayacaq mənim. Nigar. Nigar, bax mənə diqqətlə qulaq as. Burada sakitcə oturursan. Mənə də bir iki şey lazımdır. Gedirəm onları tapıb gətirməyə, yaxşı? Sevdalı həyətdən çıxaracağım. Nigar, mənə qulaq as. Həyətə çıxmırsan, bax səndən xahiş edirəm. Nə deyirəm, onu deyirəm. Burada sakitcə otur. Nigar, eşidirsən məni? Ay, sağ ol. Bax, səndən xahiş edirəm. Nə deyirəmsə onu deyirə. Burada sakitcə otur. Həyətə, heç yerə çıxmırsan, yaxşı? Mən hər şey həll eləyəcəm. Tez maşından gedib gəlirəm. Neydi geldi başıma ya Allah? Neydi geldi benim başıma? Kim elədi bunu görəsən? Kim elədi bunu ay Allah? Kim elədi bunu? Kimin ne işi var idi sevdayla ay Allah? Söylemək lazımdır. Ama ne? Bilmirəm ki. Bilmirəm. Təşrif buyurdular. Akşama xeyir. Akşama xeyir.
Nə mənə elə baxırsan? Heç nə. Deyirəm, sən də kürəkənin kimi gedirsən, gəlirsən. Gedirsən, gəlirsən. Amma bilmir hara. Nə olub ki, anara? Yenə yoxa çıxıb? Ah, yoxa çıxıb. Asil dəli olub bayaqdan. Zəng eləsin, hə? Zəng eləyir də, zəng eləyir də, zəng eləyir. Sadəcə götürmür. Siz qadınlar dəhşətsiz. Bəlkə işi var, telefona yaxınlaşa bilmir. Bəlkə sükan arxasındadır. İndi Aysel zəng eləyir deyə o özünü də, başqa sürücüləri də təhlükə altına atmalıdır. Olmaz axı belə şey. Bəlkə də indi evə gəlir. Nə səs-küy almısınız? Heç nə. Heç nə. Yaxşı eləyirsiniz. Yaxşı eləyirsiniz. Necəsən? Necə olmalıyım ki? Gördüyün kimi. Sen necəsin? Gördüyün kimi. Nigar, neylədin sən? Vatandaş gözdən keçmək olmaz. Arkadaş, bura mənim evimdə. Yoldaşım oğlum içərdədir. Buraxın keçim. Yaxşı, keç.
Mən heç nə bilmirəm. Mən çıxdım. Gördüm ki Sevda Mehdi Bey salam. Salam. Siz de burada olmusunuz? Yox, mən elə indi gəlmişəm. Belki uşağı bir otağa keçsin. Yo, mən içeri getmirəm. Narahat olma, sakit ol. Narahat ol, sakit ol.